Salam dəyərli abituriyentlər, müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizin mövzusu sadə cümlənin şəxsə görə növləri olacaq. Bildiyimizə görə sadə cümlə iki cümlə üzvü əsasında formalaşır. Xəbər əsasında və mübtəda əsasında. Xəbər əsasında formalaşan cümlələrimiz bunlardır. Müəyyən şəxsli cümlə, sonra qeyri-müəyyən şəxsli cümlə, ümumi şəxsli cümlə və bir də şəxssiz cümlə. Bir də var mübtəda əsasında formalaşan cümləmiz. O isə sadəcə adlıq cümlədir. Bunlar haqqında geniş məlumat verəcəm. Deməli, birinci baxaq müəyyən şəxsli cümləmizə. Müəyyən şəxsli cümlədə adından da məlumdur. Mübtədamız, xəbərimiz məlum olur. Lakin burada elə ola bilər ki, mübtəda olmasın. Amma biz onu şəxsinə görə rahatlıqla hansı şəxs olduğunu tapa bilirik. Və onun da hansı şəxs olduğunu tapmamız üçün təbii ki, şəxslərimiz bunlar olmalıdır. Mən, sən, o, biz və siz. Onlar ola bilməz. Nəyə görə ola bilməz? İndi növbəti izahlarımızda deyəcəm. Deməli, məsələn, deyirəm ki, Əli kitab oxuyur. Əli kitab oxuyur. Nə edir oxuyur? Kim? Əli. Mübtədamız da var, xəbərimiz də var. Bəllidir. Bilirik ki, bu müəyyən şəxsi cümlədir. Aha. İndi bu şəkildə olsa, kitab oxuyur. Bəzən uşaqlar çaşıb deyirlər ki, burada şəxs yoxdur, biz bunu qeyri-müəyyən şəxs götürə bilirik. Götürürük, daha doğrusu elə çaşıb səhv edənlər olur. Amma xeyr, biz bunu rahatlıqla bərpa eləyə bilirik. Əli olmasın, şəxs olaraq bir şəxs qoyursan yerinə, deyirsən, o kitab oxuyur. Rahatlıqla qoya bilirsən də sonundakı şəxsinə görə. Və yaxud da deyirəm, kitab oxuyuram. Kitab oxuyuram. Bu da şəxs olduğuma görə mən şəxsini bərpa eləyə bilirəm və şəxsi bərpa eləyə bilirəmsə, demək ki, bu da müəyyən şəxsi cümləmizdir. Onlar nəyə görə ola bilməz? İndi onun haqqında məlumat verim sizə buradan. Məsələn, deyirəm ki, qapını döydülər. Qapını döydülər. Nə etdilər? Döydülər. Kim döydü? Bax, qeyri-ixtiyari olaraq onlar deyirik. Amma biz burada onları yazılı şəkildə yox, özümüz bərpa eləyirik. Sən burada cümlənin içərisində onları görmürsənsə, deməli, bu qeyri-müəyyən şəxsi cümlədir. Yəni, sadəcə özün bərpa edirsən onlar deyə və onların kim olduğunu bilmirsən. Amma həqiqətən sənin cümlən bu şəkildə olsaydı ki, onlar qapını döydülər və biz bunu təhlil eləyərdik, döydülər, nə etdilər, kim onlar? Aha, artıq biz burada mübtədanın işarəsini qoyduq deyə, yəni şəxsimiz görürük deyə, real olaraq görürük deyə və biz buna deyəcəyik ki, müəyyən şəxsi cümlədir. Yəqin ki, fikrim hər kəs üçün aydın oldu. Əsas bu onlar məsələsinə diqqət eləyək. Bu belə. Bundan əlavə qeyri-müəyyəni tapmağın bir yolu da var ki, elə bil, sanki, deyəsən, güya ki, bu modal sözlərimizdən istifadə edə bilərik. Məsələn, qapını döydülər dedim, deyirəm ki, elə bil qapını döydülər, sanki qapını döydülər. Yəni bu modal sözlərimizdən istifadə eləyərək də qeyri-müəyyən şəxsi cümləni rahatlıqla tapa bilərik. Gəldik indi ümumi şəxsi cümləmizə. Mən biraz lövhəni təmizləyim. Ümumi şəxsi cümlədə isə adından da məlum olduğu kimi hərəkət və yaxud da hökmün hamıya aid olduğunu bildirən bir sadə cümləmizdir ki, burada da xəbərimiz əsasən ikinci şəxsin təki və üçüncü şəxsin cəmində olur. Yəni, sən və onlar olaraq. Amma deyirsiniz ki, onlar axı qeyri-müəyyəndə də var idi. İndi bunu necə ayırd edirik? Yadınızda saxlayın ki, ümumi şəxsi cümlələr adətən atalar sözlər olsun, hikmətli sözlər olsun, bu tip sözlərdən ibarət olur və təkcənə onlar deyə şəxsə yox, ümumilikdə hamı üçün aid olur və yaxud da sənə aid yox, ümumi hamıya aid olan hərəkət hökmü bildirir. Məsələn, deyirəm ki, qocalara hörmət edərlər. Qocalara hörmət edərlər. Aha, edərlər. Kim? Onlar. Belə deyib, uşaqlar deyir ki, ay müəllim, bu oldu qeyri-müəyyən şəxsiz cümləmiz. Qeyri-müəyyən şəxsi cümləmiz xeyr. Axı, təkcənə onlar yox, hamıya aid olan bir fikirdir. Yadınızda saxlayın. Hamı sözü açar söz olaraq burada istifadə edə bilərik. Qocalara hörmət edərlər. Təkcənə onlar yox, hamı hörmət edər. Və yaxud da deyirəm ki, yol boyunca söyüdlərə rast gəlirsən. Söyüdlərə rast gəlirsən. Nə edirsən? Gəlirsən. Kim? Sən, yoxsa hamı? Təbii ki, hamıya aid olan bir hərəkətdir bu. Sadəcə olaraq ikinci şəxsin təkində verilir və artıq məzmunundan biz bunu tapırıq ki, bu ümumi şəxsi cümləmizdir. Sonra gəldik şəxsi cümləmiz. Şəxsi cümlədə adından da belə yenə məlum olduğu kimi, burada şəxsi bərpa etmək olmur. Ümumiyyətlə mübtəda olmur və mübtədanı heç cür bərpa da eləyə bilmirik. Məsələn, qeyri-müəyyəndə xəyali də olsa bərpa eləyirik. Müəyyən şəxsi cümlədə buraxıla bilər, biz onu bərpa eləyə bilirik. Ümumi şəxsdə də şəxsimiz dedik ki, ikinci və üçüncü şəxsin cəmi ola, ikinin təki üçün cəmi ola bilir. Yəni şəxsimiz ola bilir də, düzdür. Amma ki, şəxsiz cümlədə ümumiyyətlə şəxsi bərpa eləyə bilmirik. Və adətən də frazoloji birləşmələrlə ifadə oluna bilər. Sonra şəxsiz feillərlə ifadə oluna bilər. Məsələn, deyirəm ki, məsələyə baxıldı. Məsələyə baxıldı. Nə edildi? Baxıldı. Xəbəri tapırıq və xəbərə əsasən baxın görün, hər hansı bir şəxsi bərpa eləyə bilirik. Xeyr, yoxdur. Şəxsi yoxdur. Və yaxud da deyirəm ki, mənim ondan zəhləm gedir. Zəhləm
gedir. Nəyidir? Zəhləm gedir, xəbərimizdir, düzdür? Və biz bu xəbərə görə hər hansı bir şəxsi bərpa eləyə bilirikmi? Xeyr, eləyə bilmirik. Ona görə də bu cümləmiz oldu, şəxsi cümləmiz. Sonra gəldik, mübtədə əsasında formalaşan adlıq cümləmiz qalır bir dənə. Və burada da bəllidir ki, xəbər olmur. Yəni sadəcə cümləmiz mübtədadan ibarət ola bilir. Mübtədadan ibarət ola bilir və mübtədadan ibarət olan bu cümləmiz də daha çox bədii əsərlərin remarkalarında istifadə olunur ki, orada giriş hissədə əsərdə təəssürat yaratmaq üçün istifadə olunur həmin cümlələrimiz və adətən də aralarında nöqtə işarələri və yaxud da ardıcıl nöqtə işarələri qoyularaq cümlələr bir-birini tamamlayır. Və cümlələr nədən ibarət ola bilir? Sözdən, söz birləşməsi şəklində də ibarət ola bilir. Məsələn, deyirəm ki, Qarabağ, nöqtə, Şuşa qalası, nöqtə və yaxud da nə bilim, Vaqifin evi, söz birləşməsi, Şuşa qalası söz birləşməsi, Vaqifin evi söz birləşməsi, Qarabağ sadəcə söz. Yəni bu formada artıq istifadə oluna bilir. Testdə tapmaq da çox rahatdır. Sadəcə nöqtələrlə də tapmaq olar və düzdür, nöqtə bəzən cümlənin arasında qoyub çaşdırırlar, amma baxın ki, xəbər olmasın həmin cümlədə. Xəbər yoxdursa, deməli bu oldu bizim adlıq cümləmiz. Belə, bugünkü dərsimiz, bugünkü video izahımız bu qədər. Növbəti dərslərimizdə, növbəti izahlarımızda görüşənədək.